Salam əziz abituriyentlər, bugün sizlərə mart ayından başlayacaq biologiya test sürət qrupumuz haqqında məlumat vermək istəyirəm. Bu qrupa kimlər qoşula bilər, qrupda dərslər nə vəziyyətdə olacaq, necə keçiləcək, hər bir şey haqqında diqqətlə dinləsəz məlumatı verirəm. Deməli, bu qrupda dərslər keçilməyəcək. Bu qrupda mən sizdən dərs soruşmayacağam. Sadəcə olaraq bu qrupda testlər, çoxlu müxtəlif vəsaitlər, hər bir şey işlədiləcək. Həftədə 4 dəfə olacaq dərslərimiz. Qrupa kimlər qoşula bilər? Qrupa nəzəriyyəsi yaxşı olub, sadəcə olaraq testləri təkrar etmək istəyən, daha çox test işləmək, təkrar etmək istəyən, test işləməkdə çətinlik çəkən, nəzəriyyəni super bilsə də testləri işləyə bilməyən uşaqlar qoşula bilər. Hansı ki, dərslərimiz dediyimiz kimi həftədə 4 dəfə olur. Bunlardan test günü olanlar, vaxtlar burada görsənir. Birinci günlər həftənin 22:15-də, üçüncü günlər 18:00-da. Bu vaxtları nəzərə almaq lazımdır. Yalnız bir qrup olacaq. Sınaq günləri isə 1-ci, 5-ci günlər səhər saat 8-də olacaq. Deməli, bu qrupda mən xüsusi proqram əsasında hazırlanmış ardıcıllıqla sizə müxtəlif test toplularından testləri göndərəcəm. Siz bu testləri işləyəcəksiniz. Dərs müddətində biz testlərdən olan səhvlərinizi, yaza bilmədiklərinizi, hər bir şeyi izahını verəcəm. Hansı ki, bu qrupda heç mi dərs izah olunmayacaq? Buna aydınlıq gətirim ki, mütəmadi olaraq dərs izah qrupu deyil bura. Sadəcə testlərdir. Amma hər hansısa bir bölmədən çətinliyiniz varsa, ümumiyyətlə hazırlıqda başa düşməyibsinizsə və yaxud da sizə qaranlıq qalan və səhv başa düşdüyünüz hissələr, çətinlik çəkdiyiniz hissələr varsa, mən həmin hissələrdən sizə video izahlar göndərəcəm. Siz video izahlardan baxacaqsınız. Müəyyən konspektlər ola bilər ki, həmin çətinlik çəkdiyiniz, başa düşmədiyiniz hissələrdən qeydlər, PDF-lər, hər bir şey sizə göndəriləcək. Zəiflik çəkdiyiniz, başa düşmədiyiniz hissələrdən. Testləri mütəmadi şəkildə işləyəcəyik. Bütün sınaqlar, sınaq günündə sınaqları işləyib bitirəcəyik. Test günündə isə testləri işləyəcəyik. İndi hansı testlər işləmək lazımdır? Gəlin onlar haqqında məlumat verim. Burada qeyd etmişəm kanalda. DİM test toplusu, taimdən seçmə suallar, dəyər test toplusu, hədəfin quizləri, həm yeni, həm köhnə, hədəfin 11 sınağı, DİMin özünün quizləri, güvəndən seçmə suallar, DİMin qəbulları, DİMin model sualları, DİM 20 sınaq, DİMin situasiyaları və əlavə situasiyalar, Camal müəllimin 44 sınağı, keçmiş illərdən xüsusi sınaqlar, biologiya qiymətləndirmə testləri və həmçinin də OTK sualları.